salam. Bu yine sevgiliklə bir günlük vlog çəkirəm. Vlogun başını sizə baxımla başlatdım. Çünki dünən axşamdan qalan makyaj vardı üzümdə. Dünən axşamda biz Novxanadaydıq. Ona görə yəni makyajımı silmək yadımdan, yəni üşəndim daha doğrusu yəni. 10 gün makyajımı çıxarmamışdım. İndi bu günlər sevgilikdə bir günlük vlog çəkirəm. Bu günlər xalam qızın ad günü, xalam qızı ilə gedəcəyik. Ora bir yerdə hazırlaşacağıq. Sonra bu günlər rəsmim yoxdur bu arada. Yəni çox xoşbəxtlik. Neyse, onsuz yəqin ki, axşama qədər xalam ilə falan qalarıq. Oranı sizə vloglayacağam. Səhər-səhərdə bəyəklərdə baxımımı izlədiniz, yəni belə. İndi saçımı falan düzləşdirməliyəm, kombin eləməliyəm. Belə saçım şişdi, bilmirəm. Yəni düzləşdirməliyəm yenə həmişə kimi. Belə üstümdə belə köynək var, altımda da Victoria's Secret var. Belə klassik ek kombinidir. Saçımı belə yığdım. Bu saçı normalde ben ancaq evdə falan yığıram. Bu səbəb belə vloga da yığmaq istedim. İndi sizdən bir yerdə makyaj çantamı düzənləyəcək. Çünki burası çox dağınıqdır və makyaj çantam olsa bura həmişə dağınıq olur. Yəni ora artıq heç bir şey demirəm. Yəni indi makyaj çantamı falan düzəltməliyim. Bir də kombin eləmək istəyirəm. Kombin şortusu çəkmək istəyirəm. Yəni belə. Sırğalarsız və aksesuarsız özümü boş hiss elədim bir anlıq. Kombin şortusu üçün kombin seçməliyik. Kombin seçməliyik. Sonra makyaj çantamı yığmalıyam. Belə yəni saçımı düzləşdirməliyəm. O heç ayrı. Burada saçımı kəsdirəcəm. Amma istəyinizə yenə həmişə kimi V kəsim. Bir də pərsəm istəyirəm. Bax, çalıqlarım uzanıb bu arada. Yəni onu da sevmirdim. Yaxşı ki uzanıblar. Sadəcə yenə kəsdirmək istəyirəm. Belə bir şey. Yəni bilmirəm. Baxaq görək də nə ilə. Saçımı yəni düzəldim buradan. Belə gözümün rəngi açılıb. Deməli, indi gedək kombini seçək. Yoxsa makyaj biz buranı həll edək. Saatı soruşanınız olardı deyirəm. Saat hələ 12 tamamdır. Biz xalam qızın ad günü saat 12 tamamda orada olmalıyıq. Yəni burada işıq açısı falan çox qəşəngdir, bilmirəm. Yəni rəngi falan açıq görsən. Normalda qaralmışam. Qarmaqdan xoşum gəlmir bu arada. Mən bronzlaşmağı heç sevmirəm. Yəni yanmağı daha çox sevirəm. Məsələn, buralar falan yanır. Onu daha çox sevirəm nəinki bronzlaşmaq. Aha, deməli bu açıdan istifadə edəcəm. Bu arada mən özümə tripod alacağam, amma LED işıqlı falan olan tripodlarını alacağım inşallah. Bir də Məryəmlə görüşəcəyik. Normalda mən sizə söz vermişdim ki, Məryəmlə də alışveriş vlogu çəkəcəyik. Mola falan getmək istəyirdik. Sonra Məryəmlə dedik ki, əmniyyəcə bir gedək biz bir kafeyə oturaq. Kafedə çünki neçə vaxtdır görmürük. Apreldən bu yana Məryəmlə görüşə bilməmişik. Məşğələlər qutarandan bəri yəni. Neyse, Məryəm deyir ki, biz ən yaxşı bir yerdə gedək kafe yerinə. Kafenin şəklini qoyacağam. Bura bu restorana getmək istəyirik. İnşallah ora gedəcəyik. Orada keçən şəkil və vloqlar çəkəcəyik. Vlog çəkəcəyik Məryəmlə. Mən öz kanalımı çəkəcəm. Çünki Məryəm hələ bilmir asla vlog atacağını. Qonşuda usta iş gör və əsəbləşən. Neyse, hə. İndi neyse, səsini kəsmirsə. Arxada da fein qoşubdu xərcə. Çox gözəl yəni. İndi Məryəmlə biz vlog çəkəcəyik. Vlogu yəqin ki, bir günü Məryəmlə vlog olacaq. Məryəm Batı parti verir, qızlar partisi. O partiyə də gedəcəyik. Onu da sizə vloglayacağam. O da gələn ayın 4-ü ya da 6-sına denk gələcək. Yəni orada Məryəmgilin evində olacaq. Onda da vlog çəkəcəm. Pizza falan, kino izləyəcəyik. Məryəm Batı universitetdə olan dostları və Məryəmlə sadəcə mən olacağıq. Belə yəni onu da vloglayacağım. Çünki yəni çox maraqlı vloglar gələcək. Vlogu da niyə bu həftə gec atdım, onu da deyim sizə. Çəkmək istəyirəm. Ya bilmirdim nə çəkim falan, ona görə indi vlog çəkirəm məsələn, yəni vlog çox maraqsız olur bəzən, ona görə çalışıram ara ilə çəkim yəni. Belə indi sizinlə bir yerdə makyaj çantamı düzəldəcəyik bura. İndi sizinlə bir yerdə makyaj çantamı düzəldəcəyik. Sonra kombin seçəcəyik bir yerdə, makyajımı falan eləyəcəyik. Xalam qızı falan onları da sizə göstərəcəm. Yəni belə. Sizə dünənləri rəsmdə gördüyüm işi göstərəcəm. Bu qız rəsmdə Diyanaya keçibdi və bunu izahatsız falan özüm işləmişəm. Bu da digər tərəfdir. Diyanam prosto bu bitirməmişəm. Yəni başlamışam, davamı gətirməmişəm. Deməli bu açıdan göstərəcəm birinci, sonra bir yerdə yəni yığarıq içinə. İndi buna boşaltmaqla başlayıram. Yəni bunun üçün boşaltacağam, belə qabağıma düzəcəm. Buradan lazım olanları götürəcəm. Makyaj alışverişinə getməliyəm. Sadəcə onu saxlayıram. Məryəmlə bir yerdə gedəndə inşallah. Yəni hər şeyi orada saxlamışam. Deməli, bütün makyaj bunların hamısını bura tökürəm. Var bu arada, onu da deyim. İndi makyaj çantamı yığırıq. Bunun içinə lazım olanları. Concealer onsuz da lazımdır. Yəni bunu götürürəm. Bu ikisi yəni həmişə çantamda olur belə. Sonra maskara olaraq bunu götürürəm. Bir də kiprik qıvırıcı onsuz da bilirsiniz yəni. Maskara olaraq bir də bunun fırçasını çox sevirəm.
Ona görə bunu götürürəm. Bu ikisi var. Fırçaları makyaj çantamı qoymuram. Çünki əziz ruslar, onun yerinə fırçaları bu tərəfdələr. Burada qoyacağam. Dodaq karandaşlarını da bunun yanına qoyuram. Bu göz karandaşlı qara rəngdə. Bunu götürürəm yanıma qoyuram. Belə ağ rəngdə göz karandaşım var. Bunu da çantaya qoyuram. Klipsləri də qoyuram. Bunu normalda çox istifadə edirəm, amma makyaj çantamı qoymuram, bunu çəkməcəyə qoyuram. Mən əvvələ gloss çox istifadə edirdim. Bu aralar istifadə eləmirəm, amma istifadə edəndə də bu Rivalminin bu glossunu istifadə edirəm. Bir də Essence'in bu üstü soyulub, amma Essence'in bu glossunu istifadə edirəm. Bunlardan indi mən bunu götürəcəm, çünki bu həm dodaq yağı kimidir, həm də glossdur. Ona görə bu qəşəngdir. Pomada olaraq da Wet n Wild bu var. Essence'in bu var. Faberlic'in bu var. Mən də bunlardan bunu götürürəm. Yəni bunun rəngi çünki narıncaq tonudur və bu daha qəşəngdir. Dodaq karandaş olaraq da bunu götürürəm. Bunun nömrəsi 802-dir, yəni narıncı rəng alt tonudur bu da həmçinin. Yəni belə bir də L'Oreal Paris'in bu glossu var məndə. Mən bunu Oliva ilk dəfə Aslanda gedib almışdım Sumqayıt filialı və bunu mən Rossmann çaşdım. Rossmannın 2 filialı Sumqayıt açılanda almışdım. 18 yox 16 manata almışdım. Və heç istifadə eləmirəm. Yəni nəysə bunu da amma qoyuram yəni çünki çox qəşəng rəngi var. Amma istifadə eləmirəm. Sponge olaraq bu, pudra aləti olaraq bu, bir də balaca pudra. Onları da belə qoydum və makyaj çantam bitdi. Bunun üçün belə yığdım, çox dolu belə makyaj çantam. Bir də yadımdan çıxdı belə bir pomada almışam. Bu da çox qəşəngdir. Yəni rəngi bir narıncı at tonu olan rəngiyə çox sevdiyim üçün bu da rəngi idealdır. Ona görə bunu götürürəm. Səhər-səhər yağış yağırdı bu arada. Heç indi hava biraz düzəlibdi. Düzü bürkülüyə istidir amma yenə də. Bu arada təzə toplar çıxacaq. Mən bu topların hamısını atacağam normalda. Sadəcə gözləyirəm müəllimlərim qrupa yazsın ki, təzə toplu çıxıb alın. Burada belə səliqəlidir, heç dəymirəm. Bu boya ilə sizcə nə etmək olar? Yəni aldım və qaldı. Bir dəfə istifadə elədim. Sizcə bundan nə etmək olar belə? Yəni bilmirəm. Mən belə bir qutum vardı. Bu qutum sizə onsuz da ac günə hədiyyə olaraq vermişlər. Bunun içində alı qutusu kimi bir şey eləmişəm. Hər şey var yəni. Bunun üçün biraz səliqəyə salacağam. Bu rəngləməni belə üstünə yerləşdirirəm bunu da belə. Bunlar ikisi həmişə qaş lokumda olub. Bunu da Leyla hədiyyə eləmişdi. Bunu həmişə belə saxlayıram. Bu ikisi də belə mikslədim. İndi bunların ikisini götürürəm yanıma qoyuram. Belə buraya yerləşdirəcəm. Belə qara çipsi aldıq Bravo'dan. İndi bunu yoxlayacağıq. Belə fərqlidir. Bunu ən ucuzdan əslində alacaqdıq. Keçən qismət olmamışdı. Bu səfərə qaldı. İndi bunu yoxlayacağıq. Mən kombinimi elədim. Belə göstərim sizə bu köynəklə. Bu son zəngə geyindiyim kombin. Son zəngə yox. Velo günə geyindiyim kombindir. İndi sizə bunu cüzüyə göstərəcəm. Sonra gedəcəm saçımı düzləşdirəcəm. Saçımı düzləşdirməyi sizə çəkməyəcəm. Çünki telefonumu zalitka salacaq. Telefonu zalitkaya qoyuram. İndi göstərim kombin. Bax bu kombin, yəni bu bir sonsuzdur. Yəni bu köynəyi Sinsei'dən almışdım. Çox sevirəm onsuz da. Və canım mən saçımı belə düzləşdirdim. İndi isə makyajımı eləyəcək. Tokaları belə taxdım. Başlayaq Xədiş İspanyol geyinib. Kondisionerlə başlayırıq. Danışa eləyəcəm makyajı ki, niyə də olmaz. Əslində makyaj olan hissələr deyirlər ki, çox çəkmə, çünki maraqsız olur. Düz deyirlər. İndi belə tez-tez eləyəcəm. Bəlkə heç buranı çəkməyim. Məncə makyajımı eləyim və gəlim. Saçımı da göstərim sizə bu arada necə düz olun. Düzdür. Və canım makyajım bitdi. Göz kənarıma bunu belə. Bunu çox tez vurmuram. Bilmirəm, yəni. Bir də liner kimi karandaşımı Koreya makyajına oxşartmaq üçün gözümün altına bura bir xətt çəkirəm. Bir də liner çəkirəm. Və canım, dediyimi elədim. Gözümü belə kənarını keçdim. Bitdi, bu kadardı. Evet arkadaşlar, makyajımız bugünlük bu kadardı. Kombin böyle. Xədiş orada. Makyajımı ışıqda göstərim belə. Xədicə, videoma salam de. Telefon tutuş tərzim. Yolda ayaq gedirik. Xalam gecə ilə mutanda qalır bu arada. Və gəldik doğum günü qızı. Rüquşun ad gündür bu günə. Rüquş kombini bizə göstər. İndi Zülüşü göstərim. Zülüş. Doğum basçıdır. Belə. Neçə yaşın olur Rüqu?
9. Böyük qızarsan. Bu da onun qardaşı Qərib. Doğum günü kızı. Aynen. Çok daşardım. Bu Qərib. Qərib. Mat elə. Mat yolla. Onlara mat yolla onlara. Kameraya mat elə. Oraya yerim. İndi burada tortu falan hazırlayırıq. Belə yəni ad günü üçün kəsiləcək olan tortu belə yerləşdiririk. Sonra Rüqəyyənin ətrafına uşaqlar yığışdı. Nə bilim, şam bir yerdə şam üflədilər. Yəni belə. Belə şokolad almışdıq. Onları indi yoxlayacağıq. Baxaq görək necədir. Neyse, indi yağış yağır. Biz yağışı yeriyirik. Çünki nənəmgilə də dəyməliyik. Nənəmgilə elə burada qalır Ceyhan matxanda. Heç yəni yağışdır və biz yağışda yeriyirik. Əslində çox sevirəm. Yesim. Neyse. Hava istidir, sadəcə yağış yağır. Mən yağışı çox sevirəm belə havalardan. Biz indi nənəmgilə gəldik. Nənəmgilə də 1 saat falan oturub çıxacağıq. İndi sizə dayımın balıqlarını göstərəcəm. Bunlar dayımın balıqlarıdır. Belə akvaryumun içində çox qəşəngdir. Normalde bir akvaryum daha vardı. Keçən dəfə yəqin orada balalar vardı. Balalar böyüyüb bura qoyublar. Baxın balalara baxın. Ay Allah şimdi. Hər bir də buradakı balalar da var. Baxın burada belə. Qəşəng. Yəni belə evin içindədir. Yəni belə balıqlar. Akvaryum. Əslində mən balıqları çox sevirəm. Saxlamaq istəmərəm, amma xoşum gəlir. Saxlamağa dovşanla pişik keçərini məncə. Mən böyündə dovşan ya da pişik almaq istəyirəm. Bilmirəm indi. Ağ pişik olsun, dovşanda boz ya da ağ olsun. Ya da narıncı təhər dovşanlar da olar. Tutun üstünə balaca uğur böcəyi gördüm. Üstündə 2 dənə də 2 aruz tutacam. Biz evdəyik. İndi mən gedim, əynimi falan geyinim. Yəni ev paltarlarım rahat, relax. Sonra gedib bir yerdə makyajımı çıxardaq və hava bu arada çox soyuqdur, bilmirəm niyə. Elə bir sentyabr, avqust qutarı və sentyabrın ilk həftələridir. Belə indi mən gedim, rahat paltarlarımı geyinim. Sonra da makyajımı çıxardıq. Yəqin vlogu makyajımı çıxartdıqdan sonra bitirəcəm. Və canlarım, mən saçımı belə toppuz yığdım ki, rahat olum, yəni əlim üzüm falan rahat yuyum. İndi ev kombinimi də geyinmişəm, belə köynəyim həmişə heç dediyim kimi, yəni ağ köynəyimdir. İndi makyajımı çıxardacağım. Makyajımı çıxartdıqdan sonra da böyük bir çay içib yatacağım, yəni videonun içində deyəcəm ki, sabah çatdırım, yəni. Belə inşallah uzun vloqlar deyə ümid edirəm. Gedib makyaj təmizləmə suyum falan qalıb, onları götürüm gəlirəm. İndi makyajımızı çıxardırıq. Deməli, makyaj təmizləmə pambuğu. Yanağımda şimdi sivilce. Biri buradan o gün çıxmışdı, 7, indi bu çıxdı. Biri de burada çıxmışdı, izi qalır. Nə bileyim. Makyajımızı çıxardırıq. Deməli. Heç məşqləmişdim, məşğələlərin başı bilsin necə. Məşğələ olan məşğələdən yoruluram, məşğələ olmayanda da məşğələ üçün darıxıram. Məktəb üçün darıxmıram, amma məktəbdəki uşaqlar üçün, yəni olan olaylar falan üçün, məşğələdə isə məşğələ ortamı üçün darıxıram. Neyse, gələn olsa məzun oluram. Hər ki gəlməm olsa səncimdir. Görək də indi. Neyiri, buraxılış, qabiliyyət. Çox zor. Qorxuram. Həqiqi mənada qorxuram bu arada. Heç indi bunu çıxartdıq belə. Makyajımı, ay gözümü su girdi. Əlimi yüzümü falan yudum. Makyajımı tam çıxartdım yəni. Gözümün altında qalan qara maskaranı biraz çıxarmasaq, yəni makyajım tam çıxıbdı. Bu arada bu arada bu sepə takmışam. Neyse, atam hədiyyə eləmişdi. Çox hoşuma gəlir, taxıram bu aralar full. Belə, indi gedib bir dənə çay üstüm, çay içək. Sonra da yatarım böyük ehtimal. Deyib, unutdum bunu, krem vuracağım. Bu da normalde üzümü səptirir. Vallahi bilmirəm. Onu buraxmışdım, bir neçə vaxt istifadə eləmirdim.
təzədən başladım. Çünki o bir kremlərim hamısı qurtarıbdı. Mən də ucu buna təzədən başladım. Şimdi bunu biraz belə vurdum. Bundan biraz istifadə edək. Adı olsun ki, üzümü nəmləndirir. Səpdirsə təzədən yəni istifadə eləmərəm. Onsuz normalda da üzüm səpir. Çünki abur-cubur çox yeyirəm. Yəni hər rəsmə getdiyim gün bir şey yeyirəm. Ya dönər yeyəcəm, ya nə bilim, gezim chips alacam, kola ilə, kraksla. Ona görə şey bəyəndim. Neyində? Şimdi bu kremlə yaydım, bir də Nivea vuracam bunu. Nivea təzə Nivea almaq istəyirəm. Böyük gəlməsini istəyirəm ya da vişnəsi, bu çiyələrdir. Bəli. Və canım, videonu burada sonlandırıram. Yəni bu günlərə adi bir vlog idi və mən sizin üçün bunu çəkmək istədim. İnşallah sabahlar, sabah birinci gündə Məryəmlə bir yerdə gedəcəyik o restorana, kafeyə pardon. Kafeyə gedəcəyik. Kafedə də yəqin sizin üçün vlog çəkəcəm. Sonra Məryəmin Bakısına keçirdiyi parti. Sonra da yavaş-yavaş rəsm kimi adi günlük vloglar falan gələcək. Belə yəni. Ümid edirəm video xoşunuza gələr. Başqa video vloglarımda görüşmək üzrə. Dərs vlogu bu arada istəyirsiniz. Dərs vlogu mən yayda çəkmirəm. Yəni böyük ehtimal avqustda falan başlayacağam dərs vlogları çəkməyə. Yəni belə hər biri çox-çox öpürəm. Videoya like atıb abunə olmağı unutmayın. Öpdüm, bay bay.